Demək, üç dəfə mən həqiqi şok oldum belə. Bir dənə də qadın arxada oturub. Mesela insan gülər də, ha, bu gülür, ha. Bu belə gülür, mən arxada oturub. Əsas məni şoka salan o qadın oldu. Döndüm belə baxdım. Bir dənə qadın yox, bir nəfər qadın yaxud bir qadın deməli idi. Çünki dilimizdə dənə ifadəsi cansız varlıqlar, əşyalar üçün istifadə olunur. Mən də oturmuşam bunların qabaqda, lap belə şey olur da, arvad belə. Ay, öldü, bu da, gözlər qatlandı. Axı mənim psixoloji təsir göstərir. Axı dözüm arxama, bəs da. Lap belə şey olur, şeydir və s. kimi bu tipli parazit sözlər nitqində çoxluq təşkil eləməsə də mövcuddur və gərəksizdir. Pələng, ay pələng, nə olur? Bəs Rafael deyir ki, nə olar, gəlsin bizim ofisə də, oturaq çay içək. Dedim, hə, nə olar? Bəs verilmiş tutardı, gəldim, oturdum, çay içmişik. Bunlar da ikisi də mənə diqqətlə baxırlar, mənə də danışdırırlar, yığırlar da, nə bilim, Rafael sual verir, Coşkun sual verir. Ay, gör mən nə qədər, yenə də ağlıma gəlmir ki, bu nə? Bu hissədəki qeydlərim. Birincisi, deyir yox, deyir olmalıdır. Daha sonra, danışarkən qarşı tərəfin fikrini təsdiqləmək məqsədindən tez-tez hə ədatından istifadə eləmək düzgün hesab olunmur. Bu artıq gərəksiz parazit sözlərə çevrilir. Bir də çox vaxt cümlələrini yarıda qoyub, sürətli formada digər cümlələrə keçid eləməyə meyillidir. Bu, onun emosionallığından da irəli gələ bilər, nitq tərzindən də. Arvad hər nə qədər qadın və xanımı etiva eləsə də, ədəbi mühitdə, ictimai nitqdə istifadəsi yol verilməzdir. Yəni, sırf bu mənada. Dinlədiyiniz bu nitq nümunəsində aparıcı, sadə, səmimi, emosional və diqqət cəlb eləyən tərzdə danışır. Ancaq çox güman emosionallaşdığına görə bir nüansı nəzərindən qaçırır. Bu da ədəbi dilin məhəlli üsluba yönəlməsidir. Mən müəllimim danışırım, mənim xoşuma gəlmədi. O düzgün uşaqlara dilini düzgün təqdim eləmirdi. Çox belə jırlarla danışırdı, sığlarla danışırdı, uşaqlarla düzgün davranmırdı. Ondan sonra yalnız belə baxdım, bir baxın siz o ləhcəni gətirə bilməzsiniz, siz düzgün eləmirsiniz, siz axı dərs deyirsiniz, sizdə ləhcə olmamalıdır. O sığlarını, o uşaq sizdən götürür, o da onu təkrar edəcək, sonra ona mane olacaq o uşaqlara. Elgiz bəyin bu hissədəki fikirlərini dəstəkləyirəm və elə videomuzu da bu çağırışla bitirmək istəyirəm. Ümid edirəm bir çoxları üçün agəhlıq kampaniyası olar.